Aleyküm uşaqlar, hamınız yeni videomuza daha hoş geldiniz. Uşaqlar, bugün süper bir video ile sizin karşınızdayım. Necə bir videodur, nətər bir videodur. Videoyu keçmədən öncə uşaqlar, video altdan abunə olub like etməyi unutmayın. Bugün uşaqlar Endonezya və yəni bir çox insanın girmək istədiyi serverlərdən biri Endonezya və uşaqlar Avropa serverinə necə giriş olunur, sizə onu göstərəcəm. Yeni uşaqlar deyim, videoya keçmədən öncə video altdan abunə olub like etməyi unutmayın. Keçək indi videoya. Bizim birinci edəcəyimiz şey Play Market'e daxil olmaq. Buradan bir VPN indirməliyik. Bakın, Avropa VPN indirə bilərsiniz. Ancaq yenə deyirəm, mən bunu yoxlamamışam. Endonezya VPN yazırsınız. Bax, Endonezya VPN daha. Burada gəlirsiniz, bax bunu görürsünüz. Bax bu. Bunu indirirsiniz. Buradan hem Avropa hem de Endonezya serverine giriş edə biləcəyik. Yəni uşaqlar, mən bunu indirdim. Heç bir problem çıxmadan Endonezya serverine girelim. Hələ də orada oynayacağım. Direkt görəlim nə olacaq. Bugün uşaqlar, Endonezya serverine bir hesabım var. Bugün olabilir ki Avropa serverine girdim. Evet. Bakın, VPN geldi. VPN'e giriyoruz uşaqlar. Bak, VPN'e girdik. Biraz səbirli olun. VPN açdı. Heç bir yere basmırsan uşaqlar. Bak, bir dənə şey basacaq, o da VPN açsın. Uşaqlar, bir dakika razılaşmağa devam edin. Razılaşma devam edin uşaqlar. Sonra basın. X'e bastı, siz çıxaracaq. Bura geldik. İcazələr yaxşı. Et telefona. Qoşula bastık. Bak, heç bir şey eləməyəcək. Qoşula bastık. Ok. Biraz səbir. Biraz səbir. Tüm. Bağlandı. Ne var? Bak, tək edəcəyimiz ki. Uşaqlar, bir də deyim uşaqlar sizə, yeni bir hesab açmalısınız. Yəni məsələn sizin ayrı bir Rusya serverində bir hesabınız varsa, artıq VPN-i açdıqdan sonra ora daxil olsanız belə orada bir şey dəyişməyəcək. Sıfırdan bir hesab açmalısınız. Bunu da ki bir çoxunuz yəqin ki bilir. Hətta demək olar ki hamımız bilir hesab açmaq işini. Sağda bir hesab açsa tutardı. VPN açandan sonra artıq Free daxil ola bilərsiniz. Girək bura. Gözləyin. Qoy bu hesabdan çıxaq. Biraz sabırlı olun uşaqlar. Qoy bu hesabdan çıxaq. Ne oldu basit? Neye başladı? Gel hesaptan çıxış. Hesaptan çıxış etdik və uşaqlar. Ben Gmail edirəm. Yeni bir hesabım açılıb uşaqlar Gmail'də. Gmail'lərimi sensürləmək uşaqlar mənim vaxtımı alacaq, mən bilirəm. Ona görə uşaqlar videomu burada dayandırıb hesaba giriş edən kimi sizlə başlayıram. Hesaba girişimiz həll olundu uşaqlar. Hesaba bir giriş edirik. Bakın, sıfırdan bir hesabı görəcəksiniz. Bax. Hoş geldin. Hoş gördük. Hoş gördük. Hoş gördük. Adımıza elə oyun qoysun, bir şey qoyaq. Ya da ki bu özümüz süper bir şey qoyaq. Ne koyayım? YT Dedrax. Böyle bir şey koydum. Neyse, başlayaq oyuna. Emektar bu əlləşdirəcək bizi. Bax, gəldik, çıxdıq. Əllər dalbadal ekranınızı vurmayış olur. Deyir Endonezya yoxsa Avropa. Mən burada Endonezyanı seçmək istəyirəm. Yenə deyirəm, Endonezya məndə var. Avropanı seçirəm. Deyir sunucu bölgəsi dəyişdirəcək. Razısan? Bəli, razıyam. Siz ki oynayacağımızda heç bir şey olmayacaq ha. Bak, girdim Türk serverine. Görək Rus serveri ilə eynidirmi? Bax. Uşaqlar, belə videoların daha çox görməsini istəyirsinizsə, videoya abunə olun, like atın. Belə uşaqlar, adam həvəsə gəlir. Bizim serverindən eynidir elə Türk serveridə. Gözlə Türk oyuncularını sizə göstərir. Bax, var, Aley. Qaqa, Türk adaptan alır. Bekir, görürsünüz. Mert, Çirkin Kral. Neyse, dana belə şeyler. Neyse, gördün. Bu şimdi. Həminki qrupumuzdur. Neyse uşaqlar, yavaştan videonun sonuna gələk. Yenə deyirəm, belə videoların daha çox görməsini istəyirsinizsə, video altdan abunə olub like atın. Demək olar ki, burada da elmas fiyatları eynidir yəqin ki. Hər şey. Oha, nədir? Qorxdum ola. Neyse.
Uşaqlar artıq yavaşdan videonun sonuna gələk. Belə gözləyin. Bunu qur. İnternet də pis deyil. Görürsən Avropa. Nəysə yavaşdan videonun sonuna gələk. Hələ gəlib sonuna çıxa bilməmişik. Video altdan abunə olub like atmayı unutmayın. Sevilirsiniz. Sağ olun.